Bonjour à tous. Hamıya salamlar. Ümid edirəm ki, hər biriniz yaxşısınız. Əziz abituriyentlər, bu gün sizlərə 9 mart 2025-ci ildə ikinci zona üzrə keçirilən qəbul imtahanının testlərini izah etməyə çalışacağam. İzaha keçmədən əvvəl İlk öncə sizlərə buraxılış imtahanına hazırlaşan abituriyentlərə test vəsaitimi təqdim etmək istəyirəm. 30 variantdan ibarət sınaq toplusudur. Bu test vəsaitini işləyərək qəbul imtahanlarına daha yaxşı şəkildə hazırlaşa bilərsiniz və yüksək nəticə əldə edə bilərsiniz. Test vəsaitinin içərisində 9-cu sinif şagirdləri üçün 10 variantda test təqdim olunub. Dinləmə mətni, onların sualları, oxuyub anlama mətni və onlara aid test tapşırıqları və qrammatik test tapşırıqları qeyd olunub. Və 20 variantda isə 10-11-ci sinif şagirdləri üçün testlər vardır. Test vəsaitini əldə etmək istəyən şagirdlər mənimlə əlaqə yarada bilərlər. Testlərin doğru cavabları və dinləmə mətnlərdə mövcuddur. Testlər ən son 9-cu, 10-cu, 11-ci sinif şagirdlərinə təqdim olunan, Dövlət İmtahan Mərkəzi tərəfindən təqdim olunan test formatına uyğun şəkildə deməli yazılmışdır. 9-cu sinif şagirdləri üçün deməli esselər, 10-11-ci sinif şagirdləri üçün isə açıq tipli test tapşırıqları da vəsaitin içərisində var. Belə, bundan əlavə sizlərə bir xatırlatma etmək istəyirəm. Əziz müəllimlər, əziz YouTube-da məni izləyən şagirdlər, abituriyentlər. Əgər siz də bu tipli videoların ardının gəlməsini, daha çox olmasını istəyirsinizsə, YouTube-da deməli axtarış bölümündə Le Français avec Mətanət yazaraq axtarış verə bilərsiniz və YouTube kanalına daxil ola bilərsiniz. Kanala buradan daxil olub və videolar bölümünə daxil olub, burada sizlər üçün çəkdiyim videoları izləyə bilərsiniz və hər birinizdən videoları izləməyi və like etməyi, abunə olmağı unutmayın. Xahiş edirəm və şortlar bölümünə daxil olub orada dinləmə mətnlərini və digər videolara baxa bilərsiniz. Məsələn, burada 2023-cü ildə MİQ imtahanında iştirak edən müəllimlərin ballarını, nəticələrini qeyd etmişəm. 2024-cü ildə iştirak edən müəllimlərin nəticələrini, MİQ və sertifikasiyada iştirak edən müəllimlərin nəticələrini də növbəti videoların birində sizlərə öz nəticələrimizi təqdim edəcəyəm. Belə, bu qədər videoları izləməyi, like etməyi və şərh yazmağı unutmayın. Xahişimi nəzərə alan hər bir kəsə dərindən təşəkkürümü bildirirəm. İndi isə keçid alırıq qəbul imtahanının suallarını izah etməyə. İlk öncə dinləmə mətni ilə tanış olaq. Dinləmə mətni. Mətni səsləndirmirəm, sadəcə mən mətni tərcümə edəcəm. Dinləmə mətnini bu videonun şərh bölməsində linkini yerləşdirəcəm. Orada siz dinləyib sualları cavablandıra bilərsiniz. Sonra isə bu izaha baxarsınız. Deməli, dinləmə mətnində deyilir ki, dans la publicité, il y a le mot public. Reklam sözündə ictimai sözü var. Faire de la publicité, c'est rendre public une information. Reklam etmək bir məlumatı ictimai etmək deməkdir, yəni ictimailəşdirmək deməkdir. Mais ça va plus loin. Amma bu daha irəli gedir. La pub existait de l'Antiquité avec des peintures murales qui annonçaient combat des gladiateurs. Burada la pub, publicité sözünün deməli qısa formasıdır. Reklam bir hələ qədim dövrlərdən gladiator döyüşlərini elan edən divar rəsmləri ilə mövcud idi. Au Moyen Âge, des crieurs publics donnaient des nouvelles commerciales sur les places des villes. Orta əsrlərdə şəhər meydanlarında ictimai carçılar ticari xəbərlər verirdilər. Avec le développement de l'imprimerie au 15e siècle apparaissent les affiches et les brochures. 15-ci əsrdə çap maşınının inkişafı ilə afişalar və broşürlər meydana gəldi. 2 siècles plus tard, 2 əsr sonra, daha sonra, les premiers journaux commencent à publier des annonces commerciales. İlk qəzetlər ticarət elanlarını, yəni ticari elanları dərc etməyə başladılar. Aux États-Unis, à partir des années 1930, les entreprises travaillent avec des publicitaires. ABŞ-da 1930-cu illərdən etibarən şirkətlər reklamçılarla işləməyə başlayırlar. Ils inventent par exemple le packaging avec des emballages attirants. Məsələn deyir, onlar cazibədar qablaşdırmalarla, yəni attiran burada diqqət çəkən, yəni bu diqqət çəkən qablaşdırmalarla packaging, yəni qablaşdırma dizaynı olaraq
keçir, ixtira eləməyə başladılar. Yəni bir nəyisə reklam etmək üçün ilk öncə onun qablaşdırmasını dizayn etməyə ixtira elədilər. Désormais, le nouveau territoire de la publicité, c'est l'Internet avec les réseaux sociaux. Bu gün isə reklamın yeni sahəsi sosial şəbəkələrlə internetdir. De petits logiciels appelés cookies permettent de proposer des pubs en fonction des goûts des internautes. Cookies adlanan kiçik proqramlar istifadəçilərin maraqlarına uyğun reklamlar göstərməyə, reklamlar təqdim etməyə imkan yaradır, icazə verir. D'accord. Dans un futur proche, les publicités seront même personnalisées avec des messages différents pour chacun d'entre nous. Yaxın gələcəkdə reklamlar hətta fərdiləşəcək və hər birimiz üçün fərqli mesajlar olacaq. Mətn kifayət qədər çətin bir mətindir. Çox təəssüf ki, 2025-ci il 9 mart 2-ci zona üzrə keçirilən fransız dili qəbul imtahanında bu qədər çətinlikdə bir mətni şagirdlərə təqdim ediblər. Çünki harasından baxsan şagirdlərin başa düşməyəcəyi xeyli sayda bu mətndə sözlər var və mövzu da çox da şagirdlərə yaxın bir anlaşıqlı mövzu deyil. Ona görə də zəif nəticə göstərən şagirdlərə hardasa haqq vermək mümkündür və bundan əlavə mətnin içərisində ingilis mənşəli xeyli sözlər var ki, bunlar da şagirdlərə yad sözlərdir. Orta məktəb proqramında demək olar ki, bu sözlər işlənməyib, dərsliklərdə yoxdur. Gəlin suallarla tanış olaq. Birinci sualda deyir ki, dans le texte il s'agit. Mətndə bəhs olunur. A variantı, défaut de l'internet, internetin defolarından, yəni nöqsanlarından. B, de la publicité, reklamdan, publicité, reklam, elan deməkdir. De l'imprimerie, çap maşınından. Du moyen âge, orta əsrdən. De la radio et de la télévision, radio və televiziyadan. Doğru cavab B bəndidir. Mətndə reklamdan, reklamın yaranmasından, inkişafından bəhs olunur. Cavab de la publicité, reklam. İkinci sual. Choisissez les idées correctes selon le texte. Mətnə görə düzgün ideyaları seçin. Birinci cümlədə deyir ki, des peintures murales annonçaient les combats des gladiateurs. Divar üstü, yəni divar rəsmləri gladiator döyüşlərini elan edirdi. 2. Aux États-Unis, personne ne travaille avec des publicitaires. ABŞ-da heç kim deməli reklamlarla işləmir. Pardon, reklamlarla yox, publisiter reklamçı deməkdir. ABŞ-da deyir, heç kim reklamçılarla işləmir. Üçüncü cümlə. Au moyen âge, orta əsrdə, les crieurs donnaient des nouvelles commerciales pour informer les gens. Carçılar deyir, insanları məlumatlandırmaq üçün yeni deməli nouvelle commercial insanlara kommersiya xəbərləri verirdilər. Burada nouvelle sözü xəbər mənasında işlənir. Nouvelle commercial ticari xəbərlər verirdilər. Orta əsrdə carçılar insanları məlumatlandırmaq üçün ticari xəbərlər verirdilər. 4. L'imprimerie s'est développée au 15e siècle. Deməli, çap maşını 15-ci əsrdə inkişaf etdi. 5. Les premiers journaux ont été créés au 20e siècle. İlk jurnallar 20-ci əsrdə yaradıldı. Testin doğru cavabı deməli olur 1. Des peintures murales, peinture murale annonçait les combats des gladiateurs. Divar rəsmləri gladiator döyüşlərində elan olunurdu. Bəli, bu cümlə mətndə var idi. Sonra ikinci cümlə xeyr, doğru deyil. ABŞ-da deyir, reklamçılarla işləmirlər. Xeyr, işləyirlər. Yəni bu doğru cavab hesab olunmur. Və üçüncü cümlə doğru cavabdır. Au moyen âge, les crieurs donnaient des nouvelles commerciales pour informer les gens. Orta əsrlərdə carçılar insanları məlumatlandırmaq üçün ticari xəbərlər verdilər. Bəli, doğrudur. Dördüncü cümlədə doğrudur. L'imprimerie s'est développée au 15e siècle. Çap maşını 15-ci əsrdə inkişaf elədi. Deməli 1, 3, 4. Doğru cavab B bəndi. 5-ci cümlədə doğru deyil. İlk deyir, qəzetlər 20-ci əsrdə yarandı. Xeyr. Dinləmə mətnində deyirdi ki, çap maşını 15-ci əsrdə inkişaf etdi. Növbəti cümlədə deyilirdi ki, 2 əsr sonra ilk qəzetlər dərc olundu. Yəni 2 əsr sonra artıq 17-ci əsr olur. 5-ci variantda isə 20-ci əsr yazılıb. Deməli, bu cavab doğru cavab hesab oluna bilməz. Üçüncü suala baxırıq. Choisissez la bonne réponse. Düzgün cavabı seçin. Comment appelle-t-on des petits logiciels qui proposent des pubs sur Internet? Doğru cavab, deməli, Y bəndi olacaq. Cookies. Cookies, cookie deməkdir. Digər variantlara baxaq. Copy, kopyalar. Souris, siçan. Paquet,
Packaging, no, bəlkə də düz tələffüz eləmədim bunu. Unutdum tələffüzünü, çünki ingilis mənşəli sözdür. Packaging, hə. Qablaşdırma deməkdir. Mesaj elə mesaj deməkdir. Cookies isə tam olaraq nədir? Onu internetdən, yəni onun haqqında məlumatı göstərmək istəyirəm. Demək, cookie, yəni internet cookie və ya browser cookie olaraq da adlanır. Web saytı ziyarət etdiyiniz zaman kompüterinizdə və ya mobil cihazınızda saxlanılan kiçik ölçülü mətn faylıdır. Cookielər internetdə faydalı və bəzən vacib funksiyaları yerinə yetirir. Onlar web serverlərə statuslu məlumatı, məsələn, onlayn mağazada alış-veriş səbətinə əlavə edilmiş əşyalar istifadəçinin cihazında saxlamağa və ya istifadəçinin baxış fəaliyyətini izləməyə, xüsusi düymələrə basmaq, daxil olmaq və ya keçmişdə hansı səhifələri ziyarət etdiyini qeyd etmək. Həmçinin istifadəçinin adlar, ünvanlar, parollar və ödəniş kart nömrələri kimi forma sahələrinə əvvəllər daxil etdiyi məlumatları sonrakı istifadə avtomatik doldurmaq üçün istifadə oluna bilər. Yəni, yəqin ki, bu bir proqramdır. Cookies, web sayt proqram bu formada başa düşdüm. Belə. Yəni, ingilis mənşəli sözdür. Packaging, cookie, yəni bunlar şagirdlərə tanış olmayan sözlərdir və nəzərə alsaq ki, dərsliklər hələ indi təzələnib, son 2 ildir dərsliklər demək olar ki, təzələnib. Bundan əvvəl, yəni hal-hazırda 11-ci sinifdə imtahan verən şagirdlər köhnə fransız dili dərsliklərini keçiriblər orta məktəbdə və o dərsliklərdə bu tipli sözlər yoxdur. Yəni şagirdlərə qarşı həqiqətən böyük bir ədalətsizlik olur ki, onların dərsliyində olmayan sözləri yeni dərsliklərdə bəlkə də var bu sözlər. Mənim yeni dərsliklərdən də yəni mən keçirəm, amma bu sözlər hələ mənim qarşıma çıxmayıb. Yəni bu tipli sözləri salıb şagirdləri belə çətinə salmaqda məqsəd nədir? Yəqin ki, özləri bilirlər. 4-cü testə baxırıq. Écrivez un adjectif qui caractérise le mot emballage. Ambalaj sözünü xarakterizə edən bir sifəti yazın. Ambalaj sözünü xarakterizə edən sifət mətndə attirant, yəni cəlb edən, diqqət çəkən attirant sifətidir. 5-ci sual, répondez par écrit, yazılı cavab verin. Avec le développement de l'imprimerie, qu'est-ce qu'ils apparaissent? Çap maşınının inkişafı ilə nələr meydana gəldi? Nələr yarandı? Nələr əmələ gəldi? Çap maşınının meydana gəlməsi ilə deməli yeni afiş olmalıdır. Yeni afişalar və broşuralar yarandı. Doğru cavab olmalıdır. Les affiches et les brochures. Yəni afişalar, elan şəkilləri və broşuralar. 6-cı suala baxırıq. Complétez par écrit, yazılı tamamlayın. La publicité explose vraiment avec l'invention. Cümlənin ardını mətndə, dinlədiyimiz mətndə tapıb tamamlamalıyıq. Cümlənin ardı belə tamamlamalıdır. La publicité explose vraiment avec l'invention de la radio et de la télé. Qırmızı hərflərlə qeyd etmişəm. Daha aydın görünsün deyənə cavab olmalıdır. De la radio et de la télé. Cümlənin tərcüməsi belə olacaq. Demək, reklam, radio və televiziyanın ixtirası ilə həqiqətən geniş yayıldı. Radio və televiziyanın ixtirası ilə reklam həqiqətən geniş yayıldı. Explose, geniş yayılmaq. Bu mənada istifadə olunur. İndi isə keçirik deməli, qrammatik test tapşırıqlarına. Test 7. Choisissez la voix passive de la phrase donnée. Verilən cümlənin məhsul növünü seçin. Cümlə belədir. Le professeur évaluait les étudiants. Müəllim tələbələri qiymətləndirirdi. Cümlənin xəbərinə baxanda görürük ki, o imparfait zamanındadır. Imparfait zamanının şəkilçilərini yadımıza salırıq. A, is, a, is, a, it, ions, is, i, a, i, n, t. Bu şəkilçilər feilin sonunda işlənibsə, həmin feil imparfait, yəni bitməmiş keçmiş zamandadır. İndi məlum növdə olan cümləni məhsul növə çevirəndə məhsul növdə etir feilini tapmaq lazımdır. Çünki məhsul növ etir və particip passivinin köməyi ilə düzəlir. Deməli, bizim düzgün doğru variantımızda etir feili imparfait zamanında işlənməlidir. Etir feili imparfait zamanında olan cümlə C bəndindədir. Les étudiants étaient évalués par le professeur. Tələbələr müəllim tərəfindən qiymətləndirilirdi. Əziz şagirdlər, bu tipli test tapşırığı bütün qəbul imtahanlarında istifadə olunur. Yəni aktivdən passivə, passivdən aktivə çevirmək test tapşırığını siz bütün qəbul imtahanlarında görəcəksiniz. Diqqətli olmaq lazımdır. Əgər ilk öncə verilən cümlə aktivdə verilibsə, yəni məlum növdə, o cümlənin xəbərinə diqqət etmək lazımdır. Həmin cümlənin xəbəri hansı zamandadırsa, variantlarda etir feilini həmin xəbərlə eyni zamanda seçmək lazımdır. Yox, əgər cümlə bizə passivdə, yəni məhsul növdə verilibsə, bu zaman etir feilinə
etir feilinin zamanına diqqət etmək lazımdır. Etir feili hansı zamanda verilibsə, düzgün variantımızda deməli particip passeni, yəni etirdən sonra işlənmiş feili sifəti etir feili ilə eyni zamanda tapmaq lazımdır. Növbəti test tapşırığı test 8. Choisissez la bonne série, düzgün seriyanı seçin. Aujourd'hui, c'est le mariage de ton cousin. Bugün sənin əmin oğlunun toyudur. Mariage, evlilik, toy deməkdir. Tu dois, nöqtələr, mieux pour la soirée. Tərcüməyə uyğun olaraq nöqtənin yerinə ye bəndi, yəni təbii feili uyğun gəlir. Verilən cümləmiz tu şəxs əvəzliyi ilə başladığı üçün qayıdış əvəzliyimiz də tö. Burada əbiyyə feili saytla başladığına görə t apostrof işlənən cümləni seçməliyik. Tu dois təbii mieux pour la soirée. Sən gecə üçün, yəni burada gecə deyəndə şənlik mərasimi nəzərdə tutulur. Yəni sən şənlik üçün daha yaxşı geyinməlisən. Doğru cavabımız Y bəndi. Və diqqət etmək lazımdır testdə. Bir nüansı nəzərinizə çatdırım. Əziz şagirdlər, əgər bizə verilən cümlə şəxs əvəzi je əgər verilibsə, qayıdış əvəzliyi mü, şəxs əvəzliyi tüdürsə, qayıdış əvəzliyi tö, şəxs əvəzliyi il, el, üçüncü şəxsin təkində, yaxud on əvəzliyidirsə, qayıdış əvəzliyi sö, yaxud feil sayt h-la başlayıbsa, s apostrof, şəxs əvəzliyi nudursa, qayıdış əvəzliyi nu, şəxs əvəzliyi vudursa, qayıdış əvəzliyi vu və şəxs əvəzliyi il, yəni il-sı və yaxud elles, onlar əvəzliyi göstərilibsə, qayıdış əvəzlikləri yenə sö, yaxud da s apostrof seçilməlidir. Yəni, cümlədə şəxs əvəzliyi ilə qayıdış əvəzliyi vəhdət təşkil etməlidir. Bir-birinə uyğun seçilməlidir. Keçirik növbəti test tapşırığına. Test 9. Choisissez la bonne série, düzgün seriyanı seçin. Les autres jours de la semaine, nous travaillons, nöqtələr, que le dimanche. Deməli, bu cümlə diqqətlə fikir verəndə görürük ki, bu müqayisə dərəcəsindədir. Tərcüməyə baxaq. Həftənin digər günləri biz işləyirik le dimanche, bazar günündən. Əgər que nisbət əvəzliyi varsa, müqayisə dərəcəsindədir cümlə və bu zaman müqayisə dərəcəsində plus, moins, aussi, mieux, meilleur, yaxud pi, yəni bu kimi sözlərdən istifadə oluna bilər. Burada nöqtənin yerinə uyğun gələn söz plus olur. Plus burada beaucoup deməli, beaucoup-nun müqayisə dərəcəsidir. Beaucoup müqayisə dərəcəsində çox sifəti, müqayisə dərəcəsində plus olur. Üstünlükdə isə le plus olur. Deməli, nous travaillons plus que le dimanche. Biz bazar günündən daha çox işləyirik. Beaucoup-nun müqayisə dərəcəsi kimi işlənərsə, bu zaman sondakı es hərfi tələffüz olunmalıdır. Deməli, doğru cavabımız B bəndi. Test 10. Choisissez la bonne série. Düzgün seriyanı seçin. Au rez-de-chaussée de la maison à gauche se trouve un grand magasin. Deməli, nöqtənin yerinə müvafiq say seçib qoymalıyıq. Burada la artiklından sonra 3 nöqtə var. Biz də bilirik ki, ismin qarşısında sıra sayı işlənərsə, bu zaman ismin artiklı sayın qarşısına keçir. Buna görə də doğru cavabımız deuxième sıra sayı olur. Deməli, au rez-de-chaussée de la deuxième maison à gauche, solda ikinci evin birinci mərtəbəsində, au rez-de-chaussée birinci mərtəbə sayılır. Se trouve yerləşir, un grand magasin, deməli, böyük mağaza yerləşir, yaxud da grand magasin univermaq olaraq da işlənir. Deməli, doğru cavabımız olur deuxième. Digər saylar bura uyğun gəlmir. Çünki digər variantlarda, məsələn, sıra sayları second, Y bəndində dernier verilmişdir. Lakin bunların cinsi düz gəlmir. Çünki maison qadın cinsindədir. O səbəbdən biz D və Y variantını seçə bilmirik. B və C bəndi isə miqdar saylardır və bunlar da doğru cavab olmur. Deməli, biz sıra sayı seçməliyik. Sıra sayı ismin qabağında gəlir və bu zamanda ismin artiklı sıra sayının qarşısına keçmiş olur. Deməli, doğru cavabımız oldu A bəndi. Test 11. Choisissez les mots contraires. Kontrər əks deməkdir. Əks mənalı, yəni sözləri, yəni antonimləri seçin. A bəndi, le départ, yola düşmə, yəni getmə. L'arrivée, gəliş. Getmə, gəlmə. Bunlar bir-birinə əks mənalı olan sözlərdir. Doğru cavabımız A bəndi olur. Digər variantlara da nəzər salaq. Ensuite, après, hər ikisi sonra deməkdir. C, joyeux, sevincli, sevincək. Heureux, xoşbəxt. Bunlar da sinonimdir, yəni ekvivalent sözlərdir. D bəndi, le repos, repo istirahət deməkdir. Le plat yemək, xörək deməkdir.
Bunlar da bir-birinə deməli antonim sözlər deyil. Ola bilər ki, şagirdlər burada repo və repa sözünü qarışdırırlar. Bu zaman yazılışa diqqətlə fikir vermək lazımdır. Repo o hərfi ilə bitirsə, bu repoze feilindən yaranmış isimdir. Yəni istirahət deməkdir. Amma repa sonu a ilə yazılarsa bu yemək deməkdir. Yəni le planın sinonimi olur. Y bəndə la fi qız, la fam qadın. Bunlar da yəni əks mənalı sözlər deyil. Deməli testimizin cavabı olur A bəndi. Le départ yola düşmə, getmə, l'arrivée gəlmə, gəliş. Bunlar bir-birinə əks mənalı sözlərdir. Test 12. Choisissez le nom féminin. Qadın cinsli ismi seçin. Deməli, qadın cinsli isim burada baxırıq variantlara. Marchand. Marchand ticarətçi, yəni tacir deyək də, tacir deməkdir. Bunun sonunda A-N-D yazılıb. Deməli, bu kişi cinsindədir. Ən marchand tacir. Bibliotek sözünün sonunda kö var. Sonunda kö olan sözlərin böyük əksəriyyəti feminen, yəni qadın cinsində olur. Doğru cavabımız B bəndi olacaq. Ün bibliotek, kitabxana. Digər variantların da niyə doğru cavab olmadığına baxırıq. Enjenyor sözün sonu e-ur ilə bitib. Deməli, bu ən enjenyor, mühəndis sözüdür və o maskulən, kişi cinsindədir. Büro sözün sonunda e-a-u var. Sonu e-a-u ilə bitən isimlər də kişi cinsində olur. Yəni ən büro, yazı stolu və yaxud idarə, ofis mənasında işlənir və aktyor sözü verilib. Onun da sonu yenə t-e-ur, yəni tör ilə bitir. Təbii ki, aktyor sözü də kişi cinsində olur. Ən aktyor. Deməli, A, C, D, Y bəndində verilən isimlərin hər biri maskulən kişi cinsindədir. Yalnız B bəndində qeyd olunan bibliotek, kitabxana sözü feminen, yəni qadın cinsindədir. Doğru cavabımız B bəndi. Test 13. Choisissez la bonne série. Düzgün seriyanı seçin. Je veux que mən istəyirəm ki deməkdir. Burada biz vouloir feilinin présent, yəni indiki zamanda təsrif olunduğunu görürük. Və vouloirdan sonra que bağlayıcısı yazılıb və 3 nöqtə qoyulub. Əgər vouloir feili indiki yaxud indiki zamanda yaxud kondisioneldə, yəni təsrif olunub, que 3 nöqtə qoyularsa, nöqtənin yerinə qoyacağımız feil subjonktiv, yəni arzu şəklində olmalıdır. Çünki vouloir istəmək feili özündən sonra subjonktiv, yəni arzu şəklinin işlənməsini tələb edir. Variantlara fikir veririk. A bəndi. Tu viens chez moi le soir. Sən axşam deməli bizə gəlirsən. Burada venir feili présent indiki zamandadır. Doğru cavab ola bilməz. B bəndi. Tu fais cet exercice difficile. Sən bu çətin çalışmanı edirsən. Burada da faire feili indiki zamandadır. Bu da doğru cavab ola bilməz. D variantına baxırıq. Tu téléphoneras à ton ami. Sən dostuna zəng edəcəksən. Burada isə telefoni feili futur simple, yəni gələcək zamanda təsrif olunub. Bunu sondakı er məsdər sonluğuna diqqətlə fikir verəndə görmək olur. Futur simple-in qaydasını yadımıza salırıq. Futur simple, yəni gələcək zamanı düzəltmək üçün feili məsdər formada götürüb üzərinə ai, as, a, ons, ez, ont əlavə edirik. Burada da telefoni məsdər var və üzərinə as əlavə olunub. Deməli, o futur simple zamandadır. Doğru cavab ola bilməz. Y bəndən baxırıq. Tu lui dis cette nouvelle. Sən ona bu xəbəri deyirsən. Burada nouvelle sözü isim olaraq işlənib, yəni təzə mənasını vermir. Nouvelle isim kimi işlənərsə, yenilik xəbər olaraq tərcümə olunur. Və dir feilini görür, dir, d-is. Bu da olur dir feilinin présent, yəni indiki zamandakı təsrifi. Deməli, qaldı bir dənə C bəndi. Doğru cavabımız C bəndi olur. Tu fasses ses devoirs. Je veux que tu fasses tes devoirs. Mən istəyirəm ki, sən tapşırıqlarını edəsən. Deməli, burada faire feilinin subjonktivdə təsrif olunduğunu görürük. Faire feili subjonktivdə fas olur. Yəni fas kökünün üzərinə subjonktivin şəkilçilərini əlavə edirik. Subjonktiv arzu şəklinin sonluqlarını yadımıza salaq. Deməli, je-də olur tu-də es, il-də yenə olur, nu-da ions, vu-da iez və ən sonda ent. Yəni bir qədər prezant dölendikativ və əmparfe zamanının şəkilçilərinin belə qarışdırılmış formasıdır. Diqqət eləmək lazımdır. Həm indiki zamanda, həm də subjonktivdə je-də feilin sonunda tu-də es, il-də və ils. Onlar şəxsində ent yazılır. Yalnız subjonktivdə cümlədə kö bağlayıcısı işlənir. Amma indiki zamanda kö bağlayıcısı yəni işlənməyə də bilər, işlənmir.
və ions və iez, yəni nu-da ions olur, subjunktivin şəkilçisi vu-da iez. Bunu da əmparfe zamanı ilə qarışdırmamaq üçün yenə köyə diqqət eləmək lazımdır. Subjunktiv arzu şəklində cümlədə kö bağlayıcısı işlənir, amma əmparfe zamanında kö işlənmir. Və son olaraq da subjunktiv də qəbula ən çox düşən mövzulardan biridir. Bəzi feillər var ki, onlar özündən sonra subjunktiv işlənməsini tələb edirlər. O feillər deməli əzbər bilmək lazımdır həmin feilləri. Vouloir, souhaiter, désirer və s. bu feillər çoxdur. Həmin feilləri əzbər yadda saxlayanda artıq subjunktivi tapmaq testdə asan olur. Doğru cavabımız C bəndi. Baxırıq 14-cü testdə. 14-cü testdə deyir ki, complétez par la bonne série. Düzgün seriya ilə tamamlayın. Demək, cümlə belədir. Bonjour monsieur, salam cənab, je voudrais un aller-retour Paris-Lyon, s'il vous plaît. Mən Paris-Lyon üçün, yəni bir gediş-gəliş bileti istəyirəm. Bu cümlədə aller-retour, un aller-retour, bir gediş-gəliş, yəni bir gediş-gəliş bileti. Həm gediş, həm də gəlişi nəzərdə tutur. Un aller-retour, yəni bileti nəzərdə tutur. Un aller-retour Paris-Lyon. Paris-Lyon gediş-gəliş bileti istəyirəm, zəhmət olmasa. Digər şəxs nəsə bir cümlə deyib və cavabı da bu olub ki, vendredi prochain. Vendredi həftənin 5-ci günüdür, prochain də gələn deməkdir. Gələn 5-ci günü. Deməli, arada itən cümlə hansıdır? Həmin cümləni tapmalıyıq. A bəndində deyir ki, c'est quelle ligne? Hansı, yəni liniya, hansı, yəni istiqaməti nəzərdə tutur? Yəni hansı xətt onu soruşur. B-də deyir ki, c'est combien? Bu neçəyədir? C bəndə le train part à quelle heure? Qatar saat neçədə yola düşür? D, quelle heure est-il? Saat neçədir? Y, vous partez quand? Siz nə zaman yola düşürsünüz? Təbii ki, doğru cavabımız tərcüməyə uyğun olaraq Y bəndi olur. Vous partez quand? Siz nə zaman yola düşürsünüz və yaxud nə zaman gedirsiniz? Və digər şəxs də cavab verir ki, vendredi prochain, gələn 5-ci günü. Tərcüməyə uyğun olaraq Y bəndi doğru cavabdır. Test 15. Je, 3 nöqtə, apprendre la langue française. Burada je-dən sonra 3 nöqtə qoyulub və apprendre feilini, apprendre öyrənmək deməkdir, məstərdə görürük. Biz nöqtənin yerinə müvafiq modal feil, yəni devoir feilini şəxsə uyğun olaraq təsrif edib qoymalıyıq. Je şəxsində olan feili axtarırıq və A bəndinin doğru cavab olduğunu görürük. Je dois apprendre la langue française. Mən fransız dilini öyrənməliyəm. Deməli, burada şəxsə uyğun olaraq devoir feili qoyulmalıdır. Je dois. Je şəxsində şəkilçi S olmalıdır. Devoir feilinin təsrifini yada salırıq. Je dois, tu dois, il doit, nous devons, vous devez, il doivent. Deməli, je-də D, O, I, S. Yəni, doit olaraq işlənir. Test 16. Choisissez la bonne série. Düzgün seriyanı seçin. Les petits enfants ne veulent pas rester seuls. 3 nöqtə, maison. Balaca uşaqlar deyir, qalmaq istəmirlər tək. Burada evdə deyilməlidir. Evdə deyəndə təbii ki, maison sözü qadın cinsində olduğuna görə onun qarşısında la artikl işlənir və sözünü isə olmalıdır A sözünüsü. Çünki à la maison evdə olaraq deməkdir. Yönlük və yerlik hal şəkilçisidir A sözünüsü. Deməli, qadın cinsli isimlərin qarşısında yönlük və yerlik halda à la işlənir. À la maison evdə. Doğru cavabımız A bəndi. 17. Choisissez la bonne réponse. Düzgün cavabı seçin. Bizə bir sual sözü verilib. Sual sözü belədir. Que ferez-vous pendant les vacances? Tətil müddətində siz nə edəcəksiniz? Verilən cümlənin xəbərinə diqqət edirik. Ferai, bu fer feilidir və futur simple zamanında təsrif olunub. Deməli, verilən sual futur simple zamanındadır. Qaydamız belədir ki, hansı zamanda sual verilərsə, həmin zamanda cavab vermək lazımdır. Əgər sual futur simple, yəni gələcək zamanda verilibsə, həmin sualın cavabı da gələcək zamanda, yaxud indiki zamanda verilibsə, indiki zamanda cavab vermək lazımdır. İndi biz variantlarda futur simple zamanında olan cümlələri seçməliyik. Birinci cümləyə baxırıq. Je ferai mes préparatifs de la rentrée. Mən dərs ilimin başlanğıcı üçün hazırlıqlarımı edirəm. Dərs ilinin başlanğıcı üçün belə deyək də hazırlıqlarımı edirəm. Preparativ burada hazırlıq deməkdir. La rentrée də yəni dərs ilinin başlanğıcı deməkdir. Və fer feili burada birinci cümlədə futur simple zamandadır. Deməli bu cümlə doğru cavab sayıla bilər. İkinci cümləyə baxırıq. Olivier et Daniel ont été à la colonie de vacances avec toute la classe. Olivier və Daniel adam adlarıdır. Bütün sinif ilə tətil düşərgəsində oldular. Burada koloni de vakans, tətil düşərgəsi, yəni tətil koloniyası deməkdir. Və cümləyə baxırıq, ont été. Burada etir feilinin passé composé zamanında işləndiyini görürük. Deməli, bu cavab doğru cavabımız ola bilməz.
Bu cavabı seçmirik. 3. Je suis resté en ville avec ma mère. Mən anamla şəhərdə qaldım. Burada da resté qalmaq feilinə baxırıq. O passé composé zamanında təsrif olunub. Je suis resté. Mən qaldım deməkdir. Resté etir feili ilə təsrif olunub. Suis və keçmiş zamandadır. Deməli bu cümlədə keçmiş zamanda olduğu üçün doğru cavab hesab oluna bilməz. 4-cü cümləyə baxırıq. Cécile et Eric feront de la marche à la montagne. Cécile və Eric dağda gəzinti edirlər, yəni gəzirlər. Burada yürüyüş edirlər, yəni o mənada. Faire de la marche à la montagne, dağda yürüyüş etmək. Belə. Burada da faire feilinə baxırıq. Feront. Sondakı şəkilçiyə baxırıq. Ont. Deməli bu faire feili futur simple zamandadır. Bu doğru cavab ola bilər. Və sonuncu 5-ci cümləyə nəzər salırıq. Les autres passeront leurs vacances au bord de la mer dans un camping. Deməli, les autres başqaları və ya digərləri, başqaları keçirəcəklər öz tətillərini, deməli, tətil düşərgəsində, dəniz sahilində, dəniz kənarında. Burada da passé feilinə baxırıq, passeront. Passé feili futur simple zamanda işlənib. Deməli, bu da doğru cavab ola bilər. Deməli, testimizin cavabı olur 1-ci cümlə, 4 və 5. 1, 4, 5. Deməli, doğru cavab Y bəndi. 1, 4, 5-ci cümlələrdəki feillər futur simple zamanında işlənib. Test 18. Choisissez la bonne série, yenə düzgün seriyanı seçin deyir. La maison 3 nöqtə, je passe mes vacances. Deməli, ev, mən tətilimi keçirdirəm. Se trouve au bord de la mer Caspienne. Xəzər dənizinin sahilində yerləşir. O bord de sahilində, kənarında, bax belə tərcümə olunur. Caspiendəki Kaspi Xəzər dənizidir. Burada nöqtədən əvvəldə işlənmiş sözə fikir veririk. Nöqtədən əvvəldə maison, ev sözünü görürük. Maison sözü yer bildirir. Yer bildirən sözdür, yəni yer zərfidir. Deməli, nöqtənin yerində biz C bəndi, yəni U nisbət əvəzliyini işlətməliyik. Çünki U nisbət əvəzliyindən əvvəldə yer bildirən söz işlənir. 3 nöqtədən əvvəldə yer bildirən söz olarsa, nöqtənin yerinə U nisbət əvəzliyi qoymaq lazımdır. La maison où je passe mes vacances se trouve au bord de la mer Caspienne. Deməli, uşaqlığımı, tətilimi keçirdiyim ev Xəzər dənizinin sahilində yerləşir. Test 19. Choisissez la série avec le verbe impersonnel. Impersonel şəxsiz deməkdir. Şəxsiz feil işlənən cümləni seçin deyir. Baxırıq variantlara. A-da deyir ki, il fait sa chambre. Faire sa chambre otağını yığışdırmaq deməkdir. O otağını yığışdırır. B. Il fait de la gymnastique. O səhər idmanı edir. C. Il fait le ménage chaque matin. O hər səhər, deməli, faire le ménage, evi yığışdırır. Faire le ménage, evi yığışdırmaq deməkdir. Burada da deməli, bu 3 cümlənin üçündə də il əvəzliyi o sözü kimi tərcümə olunduğu üçün bu cümlələr şəxsiz cümlə hesab oluna bilməz. Şəxsiz cümlə, deməli, qaydasını yada salırıq. İl əvəzliyi işlənməlidir mütləq şəxsiz cümlədə və il əvəzliyi o sözü kimi tərcümə olunmamalıdır. Həmin cümlə şəxsiz cümlə hesab olunur. Yəni, il əvəzliyinin o sözü kimi tərcümə olunmadığı cümlə şəxsiz cümlə adlanır və unutmayaq ki, sahata və havaya aid olan cümlələr şəxsiz cümlələrdir. D bəndinə nəzər salaq. Il fait froid aujourd'hui. Bugün hava soyuqdur. Təbii ki, doğru cavabımız bu olacaq. Çünki burada il o kimi tərcümə olunmur. Deməli, bu cümlə şəxsiz cümlədir. Y bəndində niyə doğru cavab olmadığına baxaq. Il fait du sport au stade. O stadionda idman edir, idmanla məşğul olur. Deməli, burada da il o kimi tərcümə olunur. Bu da doğru cavab ola bilməz. Doğru cavabımız D variantı. Test 20. Choisissez la bonne série, yenə düzgün seriyanı seçin deyir. C'est ma classe et ce sont 3 nöqtə copains. C'est ma classe, bu mənim sinifimdir. Və ce sont, burada copain sözünə diqqətlə fikir veririk. Copain dost deməkdir və o dost yoldaş deməkdir və o cəmdədir. Variantlarda cəmdə olan söz bir dənə D bəndində qeyd olunub. Ce sont mes copains, bunlar mənim dostlarımdır, taytuşlarımdır, yəni yoldaşlarımdır. Copain aminin sinonimi olur. Deməli, cəmdə olan, copain cəmdə olduğuna görə biz onun qarşısına cəmdə olan mənsubiyyət sifəti seçməliyik. Me, m, s. Axırdakı sıya fikir verir. Cəmdədir. Deməli, bu doğru cavab olur. 21-ci testə baxaq. Yenə choisissez la bonne série. Düzgün seriyanı seçin. Cümləmiz belədir. Chaque matin, hər səhər, nous mangeons 3 nöqtə, pən sözünü görürük. Pən, çörək sözü kişi cinsindədir. Onun qarşısında, deməli, kişi cinsli du article partitif, yəni hissə bildirən du article işlənməlidir. Chaque matin, hər səhər, nous mangeons du pain, biz çörək yeyirik. Avec un peu və un peu az deməkdir. Və bu söz miqdar bildirir. Miqdar bildirən sözlərdən sonra ismin qarşısında hissəvi article
deyil, de sözünün isə istifadə olunur. Deməli, doğru cavabımız ikincidə de olmalıdır. Avec un peu de beurre, biraz yağ ilə. Et nous prenons une tasse. Une tasse de thé olmalıdır. Biz bir fincan çay içirik. Tas fincan sözü də miqdar bildirdiyi üçün, yəni quantité bildirir. Miqdar bildirən sözdür. Ona görə də yenə de istifadə olunur. Deməli, miqdar bildirən sözlərdən sonra ismin qarşısında de sözünün işlənir. Miqdar bildirən sözlərdə yaxşı əzbər yadda saxlamaq lazımdır. Çünki bunlar hər zaman testə düşür. 22. Les médecins pensent 3 nöqtə, vous désirez, non, vous devez être prudent avant d'utiliser ces produits. Cümləni tərcümə edirik. Deyir ki, les médecins pensent nöqtənin yerində kö olmalıdır. Kö Azərbaycan dilindəki ki bağlayıcısıdır. Les médecins pensent que həkimlər düşünürlər ki, vous devez être prudent, siz ehtiyatlı olmalısınız. Être prudent, ehtiyatlı olmaq deməkdir. Prudent, ehtiyatlı deməkdir. Avant d'utiliser ces produits, bu məhsulları istifadə etməzdən əvvəl. Deməli, burada doğru cavabımız olacaq kö. Les médecins pensent que, həkimlər düşünürlər ki, vous devez être prudent avant d'utiliser ces produits. Həkimlər düşünürlər ki, siz bu məhsulları istifadə etməzdən əvvəl ehtiyatlı olmalısınız. Tərcümə uyğun olaraq kö bağlayıcısı işlənməlidir. Burada bir parantez açıb bir qaydanı da yada salmaq istəyirəm. Kö bağlayıcısı həm təyin, həm də tamamlıq budaq cümləsinin bağlayıcısıdır. Əgər kö bağlayıcısından əvvəldə feil işlənibsə, bu cümlə tamamlıq budaq cümləsidir. Məsələn, bax, bu cümlə elə tamamlıq budaq cümləsidir. Bizə verilən cümlə, les médecins pensent que. Həkimlər düşünürlər ki, nəyi sualını verə biliriksə, deməli tamamlıq budaq cümləsidir. Yox, kö bağlayıcısından əvvəldə isim işlənibsə, bu zaman kö ismi təyin edir və həmin cümlə olur təyin budaq cümləsi. Belə, testimizin cavabı B bəndi. İndi isə dinləyib anlama mətninə keçid alırıq. İlk öncə mətnlə tanış olaq. Dans le monde entier, il y a des peintres dont les œuvres sont très connues aujourd'hui. Dünyada elə rəssamlar var ki, onların əsərləri bugün çox məşhurdur. Ces œuvres font partie d'un mouvement qu'on appelle impressionnisme. Bu əsərlər impressionizm adlanan cərəyanın bir hissəsidir. L'idée de faire ce mouvement est née de quelques artistes français dans les années 1860. Bu cərəyanın yaranma ideyası 1860-cı illərdə bir neçə fransız rəssam tərəfindən yaradılmışdır. Parmi eux, il y avait de grands peintres comme Camille Pissarro, Edgar Degas, Paul Cézanne, Auguste Renoir, Alfred Sisley, Berthe Morisot et Claude Monet. Onların arasında Camille Pissarro, Edgar Degas, Paul Cézanne, Auguste Renoir, Alfred Sisley, Berthe Morisot və Claude Monet kimi böyük rəssamlar var idi. Jusqu'à là, on peignait surtout des thèmes historiques ou religieux. O vaxta qədər əsasən tarixi və ya dini mövzular təsvir olunurdu. Və ya bu zamana qədər əsasən tarixi və ya dini mövzular çəkilirdi, yəni təsvir olunurdu. Burada peindre çəkmək feilidir, şəkil çəkmək. Ces jeunes artistes ont décidé d'apporter des innovations à la peinture française en exprimant plutôt leur vision de la réalité qui les entoure. Lakin bu gənc rəssamlar ətrafı əhatə edən reallığı daha çox öz baxışları ilə ifadə edərək fransız rəssamlığına yeniliklər gətirmək qərarına gəldilər. Leur toile montre des scènes du quotidien de façon très expressive. Onların rəsmləri gündəlik həyatdan səhnələri çox ifadəli şəkildə göstərirdi. Burada tual kətandır. Yəni həmin dövrdə rəssamlar əsasən kətan üzərində şəkillər çəkirdilər. Yəni onların kətanları, yəni rəsmləri, kətan üzərində rəsmləri gündəlik həyatdan səhnələri çox ifadəli şəkildə göstərirdi. Ils aimaient illustrer d'aspects positifs de la vie. Onlar həyatın müsbət tərəflərini təsvir etməyi xoşlayırdılar, sevirdilər. La lumière y joue déjà un rôle important. İşıq deyir, artıq önəmli rol oynayırdı. Les couleurs sont vives et on préfère utiliser le rouge et le vert, le jaune, le violet, l'orange et le bleu ensemble. Rənglər deyir parlaq idi. Les couleurs
son viv, rənglər parlaq olurdu. Qırmızı və yaşıl, sarı və bənövşəyi, narıncı və mavi kimi rənglər birlikdə istifadə olunurdu. Yəni bu rəngləri xoşlayırdılar. La composition n'est plus traditionnelle. Kompozisiya artıq ənənəvi deyildi. Yəni sıradan deyildi. Le nom de ce mouvement a été inventé par le journaliste satirique Louis Leroy. Burada deyir ki, yəni bu cərəyanın adı satirik jurnalist Louis Leroy tərəfindən yaradılmışdı, inventé. Yəni kəşf olunmuşdu, ixtira olunmuşdu. Après la toile Impression Soleil Levant de Claude Monet. Claude Monet'in təəssürat, yəni Günəşin doğuşu adlı tablosundan sonra bu cərəyan deməli gənc jurnalist, satirik jurnalist Louis Leroy tərəfindən kəşf olunmuşdu, yaradılmışdı, ixtira olunmuşdu, inventé. Et depuis ce temps-là, on les a appelés impressionnistes. O vaxtdan etibarən bu rəssamları impressionistlər adlandırmağa başladılar. En Azerbaycan, le fondateur de l'impressionnisme est considéré Sattar Bəhlulzadə. Azərbaycanda impressionizmin banisi Səttar Bəhlulzadə hesab olunur. La plupart de ses œuvres parlent de la nature, de la réalité, de la vie quotidienne. Onun əsərlərinin əksəriyyəti təbiətdən və gündəlik həyatın reallığından danışır, reallığından bəhs edir. İndi tapşırıqlara baxaq. 23-cü test tapşırığında deyir ki, quel mot, hansı söz, peut remplacer, əvəz edə bilər, le mot souligné, altından xətt çəkilən sözü dans le texte mətndə. Hansı söz altından xətt çəkilən üzvü mətndə əvəz edə bilər? Mətndə altından xətt çəkilən sözə baxırıq. Parmi öz sözüdür. Parmi onların arasında deməkdir. Deməli, altından xətt çəkilən söz hansı cümlə üzvünü əvəz etməkdən ötürü, əvəz edilini bilməkdən ötürü bir öncəki cümləyə diqqət etmək lazımdır. Bir öncəki cümlədə yazıb ki, l'idée de faire ce mouvement est née de quelques artistes français dans les années 1860. Yəni burada söhbət gedir fransız artist, yəni artist rəssam deməkdir. Fransız rəssamlarından. L'étoile kətandır, kətan rəsm əsərləri. B bəndində les œuvres əsərlər. D, le mouvement, mouvement cərəyanı nəzərdə tutur burada. Hərəkat yəni deməkdir, cərəyan, hərəkat bu anlamda işlənib. Le couleur rənglər. Deməli, parmi onların arasında deyir, var idi, deyir, böyük, il y avait de grand peintres, böyük rəssamlar var idi. Sonra adlarını sayır ki, yəni Camille Pissarro, Edgar Degas və s. kimi, yəni rəssamlar var idi. Yəni söhbət burada rəssamlardan gedir. Painter da rəssam deməkdir, artist də rəssam anlamına gəlir. Baxırıq 24-cü testə. Şərtdə deyilir ki, dans le texte il s'agit. Mətndə bəhs olunur. Mətndə nədən bəhs olunduğunu demək tapmalıyıq. A bəndində deyir ki, d'une œuvre azerbaycanaise, bir Azərbaycan əsərindən. Xeyr, bu cavab doğru deyil. B, des illustrations sombres. Qaranlıq illüstrasiyalardan. Bu da doğru cavab deyil. C, de la composition traditionnelle, ənənəvi kompozisiyadan. Xeyr. D, des peintres religieux, dini rəssamlardan. Y, de la nouveauté à la peinture, rəssamlıqda yenilikdən. Bəli, burada rəssamlıqda yeni bir cərəyan, yəni impressionizm cərəyanından bəhs olunur. Doğru cavab Y bəndi. 25. Choisissez la réponse correcte. Düzgün cavabı seçin. Qu'est-ce que des peintres classiques préférés? Klassik rəssamlar deyir, nəyi xoşlayırdılar? A bəndi, montrer des scènes du quotidien, gündəlik səhnələri göstərmək. Xeyr. B bəndi, créer surtout des dessins historiques, xüsusən tarixi şəkilləri yaratmaq. Créer surtout des dessins historiques, xüsusən tarixi şəkillər yaratmaq. Doğru cavab elə bu olacaq. Orada mətndə qeyd olunub, jusqu'à là, on peignait surtout des thèmes historiques ou religieux. Bu zamana qədər xüsusən tarixi və dini şəkillər çəkirdilər. Digər variantlara da nəzər salaq. Employer l'orange et bleu ensemble, narıncı və mavini birgə işlətmək. Xeyr. D bəndi, peindre de façon expressive, ifadəli tərzdə şəkil çəkmək. Y, utiliser leur vision de la réalité, reallığın görüntüsündən istifadə etmək. Deməli, doğru cavabımız oldu B bəndi. 26. Choisissez l'idée fausse, səhv ideyanı seçin.
A variantı, l'impressionnisme montre l'aspect négatif de la vie. İmpressionizm həyatın mənfi cəhətini göstərir. Xeyr, bu belə deyil. Mətndə yazılıb ki, deməli, ils aimaient illustrer. Onlar deməli sevirdilər, ils aimaient illustrer, sevirdilər göstərməyi, yəni illüstrasiyada şəkil kimi çəkib göstərməyi. D'aspect positif de la vie. Yəni həyatın pozitiv cəhətlərini göstərməyi sevirdilər. Digər variantlarda nəzər salaq. L'impressionnisme, non, Səttar Bəhlulzadə est un peintre impressionniste azərbaycanlı. Səttar Bəhlulzadə Azərbaycanlı impressionist rəssamdır. Bəli, doğrudur, bu fikir mətndə var. C bəndə, la lumière joue un rôle nécessaire dans l'impressionnisme. İşıq impressionizmdə mühüm, yəni vacib rol oynayır. Bəli, bu fikir də var mətndə. D bəndi, on préfère utiliser les couleurs vives dans l'impressionnisme. İmpressionizmdə canlı rənglər istifadə etməyi xoşlayırlar. Bəli, bu fikirdə cümlələr arasında var idi. Y bəndi, le mot impressionnisme a été inventé par un journaliste. İmpressionizm sözü bir jurnalist tərəfindən kəşf olunub, yaradılıb. Bəli, doğrudur, mətndə o deyilir. Hətta o jurnalistin adı da orada yazılmışdı. L'impressionnisme a inventé par le journaliste satirique Louis Leroy. Həmin cümləni sizin üçün göy rəngindən göstərirəm. Yəni, impressionizm bir satirik jurnalist tərəfindən kəşf olunduğunu, yaradıldığını mətndə qeyd ediblər. Deməli, testimizin doğru cavabı A bəndi. 27-ci sual. Choisissez dans le texte le mot qui a le même sens que des sujets. Des sujets sözü ilə mətndə eyni mənası olan sözü tələb eləyir, soruşur bizdə. Sujet sözü ilə eyni mənası olan söz temdir. Doğru cavab olmalıdır. Qeyd edeyim burada. D, tem. Bax, bu formada yazılmalıdır. D, tem sözü. Tem və sujet hər ikisi deməli mövzu deməkdir. Tema, mövzu, yəni ikisi də eyni mənanı daşıyırlar. 28-ci sual. C'est un tissu de laine ou de coton illustré à la peinture. Qu'est-ce que c'est? Cümlədə deyilir ki, bu rəssamlıqda istifadə olunan pambıq və ya kətan parçadır. Bu nədir? C'est une toile. Bu kətandır. Toile kətan deməkdir. Tissu de laine, bu da kətan parça deməkdir. Amma c'est une toile, bu da kətan anlamına gəlir. 29-cu testə baxırıq. Complétez la phrase en utilisant au moins deux mots qui ne figurent pas dans le texte. Deyir, mətndə olmayan ən azı 2 cümlə istifadə edərək cümləni tamamlayın. Dans le monde entier, il y a des peintres dont. İndi bu cümləni ilk öncə mətndən tapaq. Bu mətnimizin birinci cümləsidir. Dans le monde entier, il y a des peintres dont les œuvres sont très connues. Bu gün deyir, deməli, dünyada çox məşhur olan, əsərləri çox məşhur olan rəssamlar var. Yəni, bugün dünyada elə rəssamlar var ki, əsərləri çox məşhurdur. Dondan sonraki hissəyə diqqət eləyək. Baxın, mən göy xana ilə qeyd etdim. Les œuvres sont très connues aujourd'hui. Bu sözləri biz müvafiq sinonimlərlə əvəz etməliyik. İndi bu cümləni necə əvəz etmək olar? Aşağıda həmin cümlələri yazacağım. Demək, dans le monde entier, il y a des peintres dont les portraits, yaxud les tableaux və yaxud les dessins, 3 sözdən birini seçib yazmaq olar. Les œuvres sözünü əvəz edərək, yəni rəssamın əsərləri, orada övr rəssamın əsərləri nəzərdə tutulur. Orada əsər sözünü biz sinonimləri ilə, yəni le portrait və yaxud le tableau və yaxud da le dessin sözləri ilə əvəz edə bilərək. Son, plus yaxud trop célèbre və ya connu yaza bilərik. Mətndə très connu yazılıb. Très connunu biz əvəz edə bilərik ki, plus célèbre yaxud trop populaire, plus célèbre, plus populaire, sonra plus fameux sözlərlə. Célèbre, populaire, fameux hər üçü məşhur deməkdir. Connu sözünü bu 3 sifətlə əvəz eləmək mümkündür. Və orada ən axırıncı maintenant, actuellement, à présent hər üçü bunlar indi anlamına gəlir. Bizə verilən cümlədə deməli, aujourd'hui sözünü əvəz etmək lazımdır. Aujourd'hui sözünü biz maintenant, actuellement, yaxud da à présent və ya de nos jours, ce jour, bu kimi sözlərlə əvəz edə bilərik. Yəni, ən sadə variantda, dans le monde entier, il y a des peintres dont les tableaux sont plus célèbres maintenant. Yəni, bu formada cümləni tamamlamaq mümkündür.
Yəni dünyada rəssamlar var, hansılarının ki, tabloları, yəni əsərləri indi daha məşhurdur. Dünyada indi əsərləri daha məşhur olan deməli rəssamlar var. Növbəti sual 30-cu sual. Deməli, répondez à la question en exprimant votre opinion au moins en 3 phrases. Fikrinizi ən azı 3 sözlə ifadə edərək suala cavab verin. Sual belədir. Vous vous intéressez à quelle forme d'art? Bu suala cavab verməzdən öncə, əziz şagirdlər, diqqət etməli olduğunuz müəyyən məqamlar var. Cavabı yazarkən birləşdirici vasitələrin köməyi ilə fikirlərinizi, birləşdirici vasitələr, yəni bağlayıcıların köməyi ilə fikirlərinizi əlaqəli və ardıcıl şəkildə ifadə etməyə çalışın. Fikirləriniz arasında məntiqi rabitə olmalıdır, məntiqilik olmalıdır. Müxtəlif qrammatik formaya, struktura malik olan sadə və mürəkkəb cümlələri qurmaq lazımdır. Düzgün və yerində işlətmək lazımdır. Zaman uzlaşmasına diqqət eləmək lazımdır. Mövzuya uyğun söz və söz birləşmələrindən düzgün istifadə etməyə fikir verin. Məsələn, doğru cavab kimi bu cümlələri qeyd edə bilərsiniz. 3 cümlə deyibsə, mütləq 3 dənə cümlə yazmaq lazımdır deyə bir şey yoxdur. Ən azı 3 cümlə yaza bilərsiniz. Yəni bunu 5, 6, 7, 10 cümlədə yəni yaza bilərsiniz. Yetər ki, yazdığınız cümlələr, yəni məntiqi cəhətdən, qrammatik cəhətdən doğru olsun, mövzunu fikirlərinizi o cümlələrdə düzgün çatdıra bilərsiniz. Məsələn, belə yazmaq olar. J'aime la peinture depuis mon enfance. Mən uşaqlıqdan rəssamlığı sevirəm. Je coloriais les dessins. Mən şəkilləri rəngləyirdim. Et je dessinais les choses différentes que je voyageais chaque jour. Hər gün gördüyüm müxtəlif şeylərin, səyahət etdiyim gördüyüm müxtəlif şeylərin şəkillərini çəkirdim. Nous allions à l'exposition de peinture ou au musée pour voir des tableaux, des portraits de grands peintres avec mes parents. Valideynlərimlə birlikdə rəsm sərgisinə və ya muzeyə gedərkən böyük rəssamların tablolarını, portretlərini görürdük. Quand j'ai le temps, vaxtım olanda isə je continue toujours de peindre des choses qui m'attirent beaucoup. Yəni diqqətimi çox cəlb edən şeyləri çəkməyə davam edirdim. Bəlkə də indi bu sizin üçün bir qədər mürəkkəb nümunə ola bilər. Siz daha sadə formada fikirlərinizi ifadə edə bilərsiniz. Yetər ki, cavab yazarkən bağlayıcı sözlərdən istifadə edin. Fikirləriniz məntiqi cəhətdən doğru olsun. Verilən suala doğru cavab yazın. Qrammatik, leksik baxımından sözlər dolğun olsun. Mövzuya uyğun olsun. Belə. Bu qədər bugünkü qəbul 9 mart 2025-ci il qəbul imtahanlarına düşən sualların izahı haqqında bu qədər. Ümid edirəm ki, bu izahlar sizin üçün faydalı olacaq, sizlərə kömək olacaq. Əziz abituriyentlər və müəllimlər, əgər bu videonu faydalı hesab edirsinizsə, bəyəndinizsə, videonu bəyənməyi və bir balaca cümlə videonun şərh bölməsində qeyd etməyi unutmayın. Sizin xoş cümlələriniz məni daha da həvəsləndirir, yeni və faydalı videolar çəkməyə həvəs oyadır. Hər birinizə məni izlədiyiniz üçün təşəkkürümü bildirirəm, minnətdarlığımı bildirirəm. Aprel ayında növbəti qəbul imtahanı olacaq. İmtahandan sonra həmin sualları da YouTube kanalında yerləşdirəcəm. Arzu etsəniz o videoya da baxa bilərsiniz. Təşəkkür edirəm bir daha. Növbəti video dəstə görüşərik. A bientôt, hələlik.